davam edə bilməz. Çünki məktəbin bütün səlahiyyətləri məktəb direktorlarındadır. Məktəb direktorları məktəbin sahibidir. Onlar istənilən şagirddə qiymət yaza bilirlər, onları qiymətləndirə bilirlər, onları istədikləri vaxtı buraxa bilirlər, istədiyi vaxtlarda məktəbə çağıra bilirlər. Yəni bu çağırmalar da kifayət qədər bir problemli məsələdir. Yəni bunu da işıqlandırmaq olar. Mən hesab edirəm ki, kifayət qədər mən sizin sualınıza cavab verdim ki, repetitor bizim cəmiyyət üçün lazımdır, lazım deyil. Yəni təhsilimizdə olan problemləri aradan qaldırmaq üçün hökmən repetitor lazımdır. Əlim, növbəti sualımız belədir. Məktəb direktorları Təhsil Nazirliyinin qoyduğu tələbləri yerinə yetirilə bilirmi? Demək olar ki, Respublikada mən kifayət qədər adam tanıyıram ki, bunlar çox ziyalı, şəxsiyyətli, mənlikli insanlardır, təhsil sistemində böyük əməkləri olan adamlardır. Amma çox təəssüflər olsun ki, bu cəmi 5% təşkil edə bilər. Bakı şəhərlərində tanıyıram ki, regionlarda tanıyıram belə müəllimlər, uzun illər işləyirlər. Onların həm yaradıcılıq qabiliyyəti var, həm də idarə etmə qabiliyyəti var. Amma bu günlərimə təhsil sisteminə təsadüfi adamlar məktəb direktorlardır.